Universitetə təzə qəbul olmuşdum. İlk günüm idi. Bir qız gördüm. Onun danışığı, gülməyi, görünüşü məndə əvəz olunmaz maraq yaratdı. Ürəyimdə düşündüm ki, kaş mənim qrup yoldaşım olaydı. Xoşbəxtlikdən eyni qrup yoldaşı olduq. Bir neçə gündən sonra qızla dost olduq. Sonradan nömrəsini də verdi. Bəzən mənə lağ etsə də mənimlə mehriban idi. Bir dəfə uşaqlar məni incitəndə məni müdafiə etdi. Tez-tez söhbət edib deyib gülürdük. Bəzən bir yerdə yemək belə yeyirdik. Bir gün başqa bir universitetə perovod olacağını eşitdim. Ondan xahiş etdim ki, getməsin. Razılaşdı. Dedi sənin xətrinə getmərəm. Amma gördüm ki, artıq perovod olunur. Dedi burada oxumaq çətindir. Ondan incimədim. Tez-tez yazışırdı. Karantin oldu. Universitetlər bağlandı. Karantin mənim üçün sıxıcı keçirdi, amma onunla danışanda sakitləşirdim. Bir gün mesajlarıma, zənglərimə cavab vermədi. Bir müddətdən sonra isə rastlaşdıq. Dedi nömrəmi dəyişmişəm, verəcəm təzə nömrəni. Amma nömrəni vermədi. Mən isə nə olduğunu bilmədim. O vaxtdan sonra heç kəsə şans verib sevə bilmirəm.